Herkese selam. Bu postu görən gözəl qəlbli insan. Övladım Amin hidrosefali xəstəsidir. 14 beyin əməliyyatı keçirdib və o kiçik ürəyini həyata tutunmağa çalışır. Onun da bir ümidləri var. Mənim də bir ümidlərim var. Hər kəs kimi həsrətlə gözlədiyim şeylər var. Məsələn, gəzməsi, danışması, yeriməsi, artıq əməliyyatlarının son bulması və bir arzum həyata keçir, hansı ki Aminin bir dəfəlik sağalmaq şansı var. Bunun üçün gözəl qəlbli insan, sənin dəstəyinə ehtiyacım var. Görürsənsə dəstək ol. Övladım Türkiyəyə getməlidir, əməliyyat olunmalıdır və bizim o məbləği tamamlamaq üçün təəssüf ki, maddi gücümüz yetmir. Mən bir anayam, fikirləşirəm ki, valideyn olan hər kəs məni başa düşər. Çünki mən də istəyirəm mənim övladım normal uşaqlar kimi olsun və onun bu şansı var ikən mən maddi çətinliyə görə o şansı onun əlindən almaq istəmirəm. Amin üçün 2 yaş 2 aylıqdır. Heç vaxt yolka qurulmayıb. Çünki Amin ancaq xəstəxanalarda təcilinin o soyuq küçələrində olmuşuq. Fikirləşin, Aminə bir yolka qurulub və o yolkaya kiçik bir oyuncaq lazımdır. Aminin yolkasını bəzəməyə kömək olun. Hər kəs gücü çatandan dəstək olsun. Göndəri postunda Aminin bütün məlumatlarını paylaşmışam. Kart hesabımız göndəri postundadır. Bu videonun açıqlama bölməsində də olacaq. Postu gördünsə dəstək ol.